Salam, hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yenə mən gəldim, yenə yeni bir vlog ilə qarşınızdayım. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Yenə yeni bir vlog ilə gəlmişəm. İnşallah ki, bu vlogumu da sona qədər sevərək, bəyənərək izləyərsiniz. Və bəyənsəniz əgər, təbii ki, dəstək də gözləyirəm hər birinizdən. Bir like, gözəl yorumlarınızı və abunə deyilsinizsə, təbii ki, abunə olmanızı da çox istərdim. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir, bilirsiniz. Sizin hər bir kiçik dəstəyiniz, kiçik toxunuşunuz mənim kanalımı irəli çəkir və YouTube-da kanalda irəliləyişi görəndə təbii ki, digər izləyicilərin də qarşısına çıxardır. Beləliklə kanalımız sizin sayənizdə böyümüş olur. Bir sözlə qızlar, dəstək çox önəmlidir. İnşallah ki, dəstəyinizə əsirgəlmərsiniz. Öncədən hər birinizə təşəkkür edirəm, öpürəm hər birinizi. İndi isə keçid edək vlogumuza. Günlərdən bugün aprel ayının 9-udur. Yoldaşımla çıxmışıq. Bir-iki işimiz var idi, onu həll etməyə. Çıxmışkən də bir vlog başlatdım. Öncə belə getdik Asan Xidmətə, mənim YouTube-la bağlı birinci rüb, yəni hesabat günüm idi. Hesabat vaxtım yaxınlaşmışdı. Onu getdim həll etməyə və yoldaşımın da Asan Xidmətdə işi var idi deyə. O da bir yerdə getdi. Sonra getdim, mənim Asan Xidmətə işim alınmadı. Vergilərə getməli oldum, ona görə də buradan çıxıb ayrıldıq. Yəni yoldaşım evə getdi, işini həll edib. Mən isə getdim öz işlərimi yenə həll etməyə. Və işlərimi həll etdikdən sonra, yəni işimdəki vergilərdə idi. O da Nərmanovda yerləşir. İşlərimi həll etdikdən sonra da çıxdım biraz, dedim elə çıxmışkən dedim biraz da gəzim, dolaşım. Mağazaları, molu falan gəzdim, elədim. Kiçikdə bir alış-veriş etdim. Və bütün günümü harda oldum, haraları gəzdim. Az-az da olsa çəkilişini etmişəm. Yəni videonun davamında görəcəksiniz. Və belə qızlar, burada şərhimi dayandırıram. Davamını şərhsiz izləyin. Arada yenə də qayıdacağım. Sizə xoş izləmələr. Bilet nömrə M32 13-cü masaya yaxınlaşmağınız xahiş olunur. Və beləliklə qızlar, vergilərdə işimi həll etdim, çıxdım.
Belə gəldim bura, yaxınlıqda yerləşən metro parka, AVM-ə. Dedim biraz da buraları gəzim, görüm nələr var mağazalarda. Və videonun səsini aldım burada qızlar. Ona görə ki, bilirsiniz həmişə AVM-də mağazalarda musiqi səsləndirilir. O da ki, bizim çəkilişlərə ziyandır. Çünki müəllif hüququ olan mahnılara təlif gəlir və bu səbəbdən dolayı məcburuq ki, səsini alaq ki, videolarımız təlif yeməsin. Və elə ona görə də videonun səsini almışam. Burada deməli özüm səsləndirim, izah eləyim. Bir sözlə burada hara girmişdim? İlk öncə New York'a girmişdim. Belə endirimlər var idi güya ki, amma endirim kimi bir şey görmədim var. O tutub yanırdı qiymətlər. Düzdür, gözəl şeylər çox idi. Bəyəndiyim bir neçə şey oldu, amma almadım. Çünki dediyim kimi qiymətlər münasib değildi mənə görə. Məsələn, bu gördüyünüz pencəkdim, buna jilet deyim, neysə, bunu çox bəyəndim əslində. Mənə belə qara klasik şalvarla çox qəşəng yaraşardı, amma ki qiyməti baha gəldi mənə. Səhv etmirəmsə 59 yoxsa 69 manat idi. Desən 59 manat idi. Yəni məncə 60 manat ona verməyə dəyməzdi. Çünki mən Temuda onun kimi, ondan da gözəl geyimləri çox münasib qiymətə alıram və həm də ki, yəni bilirsiniz, mən Temudan həddən artıq çox geyim alıram. İstər Temu olsun, istər Trendyol olsun. Ona görə də geyim barədə yəni korluq çəkmirəm və bu səbəbdən baxdım, amma məsələn bu pencəyi çox bəyəndim, amma qiymət dəhşət idi. Dediyim kimi, yəni geyim barəsində korluq çəkmirəm deyə, yetərincə geyimlərim var deyə elə baxdım. Qiymətlərlə maraqlandım, həm də belə müqayisə üçün. Ki, məsələn, Trendyolda da bilirsiniz, bu markaların hamısı var. Dedim, görüm qiymət fərqi necədir. Və baxdım ki, bizdə çox bahadır. Yəni, Trendyoldan almaq bundan daha münasibdir. Və yaxud da ki, böyük endirimlər olanda ancaq gəlib almaq yaxşıdır buradan. Məsələn, o bəzən olur da, bu mövsüm dəyişəndə 50-60% endirimlər olur bəzən. Onda gəlib almaq olar. Amma belə baha qiymətə mən almaram, məsələn. Almaram deyirəmsə, bu o demək deyil ki, mən zövqsüzəm. Yəni, sadəcə olaraq yəni, büdcəmə görə hərəkət edən birisiyəm. İmkan olan yerdə niyə də olmasın. Amma buna baxmayaraq, yenə də büdcəmə uyğun, zövqlü bir şeylər almağa həmişə hər zaman çalışıram. Ümumiyyətcə, yəni, olduğumdan özümü üstün göstərməyi sevmirəm də, necə varamsa, yəni hansı təbəqəyəmsə ona uyğun ayaqlaşmağa çalışıram hər zaman. Bir sözlə, yəni bahalı görünməyə çalışmamışam da heç vaxt. Nə iksə oyuq da. Və neysə, bu başqa bir temadır qızlar, yəni bu başqa bir mövzudur. Bu barədə bir gün bir bloqların birində mövzu açarıq, danışarıq inşallah. Neysə qızları belə biraz gəzdim, alış-veriş etmədim demək olar. Biraz belə yüngülvari Fuad üçün bir kişi aldım LCY 22-dən. Onu da evə gedəndə göstərəcəm sizə. Daha sonra çıxdım yuxarı ki, biraz yemək yeyim. Çünki evdən çıxanda da yemək yeməmişdim. Həm də dəhşət çay istəyi gəlmişdi mənə. Bilmirəm sizdə olur ya yox. Evdə heç o qədər çay sevən deyiləm, amma harasa çıxanda mənə dəhşət belə çay ya kofe istəyi gəlir. Elə dedim, çıxım bir çay içim, bir də bir şey, nəsə bir şeylər atışdırım. O da elə çıxdım metro parkın yuxarıda bu restoranlar olan mərtəbəsində. Gəldim bu məkana, ən çox gözümə xoş dəyən məkan bura oldu. Çox şirin bir yer idi. Adı da səhv etmirəmsə mangal keyfi idi deyəsən. Qiymətlər də çox münasib idi burada qızlar. Gəldim elə burada özümə nəsə elə ürəyim şaurma istədi. Şaurma sifariş etdim, yedim, çay içdim, biraz oturdum. Elə pəncərə qırağının önündə oturmuşdum. Çox gözəl də mənzərə var idi. Hardasa bir saat oturdum burada.
Biraz dincəldim. Daha sonra çıxdım, yenə də biraz gəzdim, alış-veriş etdim. Aliviyə girdim. Daha sonra orada Rossmana falan belə mağaza gəzdim yenə də. Sonra da yollandım evimizə. Və artıq gəlmişəm qızlar, evdəyəm. Elə gələn kimi dedim, nələr almışam onu da sizə göstərim. Videomu tamamlayım. Qızlar, bugünkü gəzintim mənə o qədər xoş təsir elədi. Hərdən həqiqətən də insan evdə oturmaqdan çox yorulur. Elə istəyirsən çıxıb biraz gəzəsən, hava alasan, yəni özünə zaman ayırasan. Bugünkü gündə həqiqətən də həmin günlərdən biri oldu. Belə zövq aldım. Özümlə baş-başa qalmaq həqiqətən də çox xoş təsir elədi mənə. Gərək tez-tez belə təkrarlayım bunu. Və belə qaydanda da girdim mağazaya, Ova marketə. Oradan da bir-iki ərzaqlar aldım özümə aid. Yəni süd idi, 0,1%-lıq pəhriz lavaşı idi, xurmadır falan belə. Və belə qızlar, bunları isə Almarketdən almışam. Oradan da yenə də çox bir şey almadım. Endirimdə bir-iki şey gördüm, onları götürdüm ancaq. Bir də belə qabartma tozu bitmişdi evdə, görmüşkən dedim onu da alım. Endirimə düşən məhsullardan biri bu idi. 99 qəpiyə düşmüşdü. Ölçü qabıdır. Yoxum idi. Çoxdan da almaq istirdim. Elə görmüşkən aldım. Bir də ki, bu saxlama 5'li saxlama qabını endirimə düşmüşdü. Bu da deyəsən 5 manatdan 3 manata düşmüşdü. Yəni 5 dənə saxlama qabı cəmi 3 manata aldım bir sözlə. Elə də ehtiyacım yox idi. Çoxdur həddindən artıq saxlama qabım. Sadəcə olaraq elə dediyim kimi endirimə düşdüyünə görə götürdüm. Onda fikir verməmişəm. Qapağının birində qırağında bir balaca bir sınıq var idi. Gözümdən yayınıb. Neysə etdim, onu da boş verdim. Amma belə yaxşıdır. Yəni həm buzluğa qoymaq üçün, həm soyuducuda neysə saxlamaq üçün, ümumiyyətcə harasa gedəndə neysə içində götürmək üçün
Elə dedim olsun, çox olmağın ziyanı yoxdur. Belə bir dəstə bundan götürdüm. Dediyim kimi 3 manata. Almarketdən də aldıqlarım qızlar bunlar oldu. Daha sonra digər mağazalardan nə almışam onu göstərim sizə. Metroparkda LCY2-dən Fuad üçün bir şey götürmüşdüm. Ad günü olacaq bu yaxınlarda. Dedim hədiyyəsinin üstünə əlavə hədiyyə olaraq qoyaram. Belə LCY2-də belə bir paketdə dedim versinlər kassadakı, yəni hədiyyələri qablaşdırmaq üçün. Çünki dediyim kimi ad günündə hədiyyə edəcəm bunları. Və belə bir yay koftası almışam Fuad üçün, kətan. Çox gözəl materialı var. Bunun qiyməti qızlar səhv etmirəmsə yadımdan çıxıb 15 manata yaxın idi. 14 neçə idisə, 14.99 idi də, nəysə belə bir qiyməti var idi. Çox bəyəndim bunu, həm materialını, həm bu da endirimdə idi. Yəni endirimlə o qiyməti almışam. Həm qiyməti münasib idi, həm də keyfiyyətini çox bəyəndim və belə bir dəstə corab götürdüm, 5 ədədli. Bunun da endirimlə qiyməti 7 manat 99 qəpik, yəni 8 manata. Bu da endirimdə idi. Neçədənsə neçəyə düşüb yadımdan çıxıb artıq. Bunun da keyfiyyəti çox xoşuma gəldi. Yəni LCY2-dən aldıqlarım bunlar idi Fuad üçün. Başqa da yəni Park Moldan heç nə Metroparkdan həmişə adını səhv deyirəm. Metroparkdan heç nə almamışam. Niyə görə Park Mol deyirəm, çaşdıram elə, çünki Park Moldan da aldığım bir-iki şeylər var. Park Mol da bilirsiniz Koroğlu'da yerləşir. Oradan da bir-iki şey almışdım, ona görə Metropark, Park Mol oxşayır adları deyə qarışdırıram tez-tez. Və qızlar bunlar isə Olivia'dan aldıqlarımdır. Bir də parça maska aldım, avokadolu və bir də gecə gündüz nəmləndirici bir krem aldım Eveline-dan. Bunu da endirimlə aldım qızlar. Qiyməti indi dəqiq yadımda qalmayıb, amma səhv etmirəmsə 10 manata aldım. 9 manat 99 qəpiyə endirimlə götürdüm, amma öz qiyməti biraz baha idi. Nəysə elə bir neçə seçim arasında qaldım, amma elə ən uygunu, mənə uyğun olan bu oldu. Həm gecə, yəni 2 krem almadım da, gecə üçün ayrı, gündüz üçün ayrı. Dedim elə bunu götürüm ki, həm gündüz istifadə edərəm, həm də gecə. Düzdür, gündüzdən çox gecə istifadə etməyə daha çox xoşuma gəlir. Çünki gecə çəkib kremi yatanda düşünürəm ki, krem öz təsirini daha çox göstərir. Yəni axşamlar krem çəkməyə daha, yəni mən belə düşünürəm ki, daha yaxşıdır. Bir sözlə qızlar, bu kremi də Olivia'dan aldım 10 manata. Nəyə görədir onu da deyim. Həm qırışları aradan qaldırır, lifting effekti verir, nəmləndirir, yəni quruluğu aradan qaldırır. Üst parlaqlığı verir, yəni yaxşı kremdir, çox dəri. Əvvəl də olub məndə bir dəfə. Mən tez-tez kremləri dəyişirəm. Bu dəfə də elə bunu aldım. Bir dəfə olub məndə, yəni dediyim odur. Daha sonra oradan çıxdım, qızlar girdim Rossman'a. Bunları da oradan aldım. Bir yenə bayaq gördünüz parça maska aldım. Yəni bir də birini Olivia'dan almışdım, birini də Rossman'dan aldım parça maskanın. O da yaşıl çay tərkiblidir. Və bir də belə Isana'dan saç boyası götürdüm. Olivia'da baxdım, xoşuma gələn rəng tonu yox idi deyə oradan almadım. Rossman'dan götürdüm bunu. Bunu da 4.99-a deyəsən endirimlə aldım. Maskaların da qiyməti isə biri 3 manata idi, biri 3.99-a. Nəsə qiymətlərini də deyirəm ki, bilmiş olasınız. Daha sonra evə qayıdarkən yolumun üstündə Koroğlu'da Metroparka girdim. Metropark yox, yenə çaşdım qızlar. Park Mola girdim. Metroparkla Park Molu həmişə qarışdırıram da mən. Park Mola girdim qızlar. Oradan da bu belə bir polo futbolka götürdüm özümə. Bu da 12 manatdan 10 manata düşmüşdü. Bunun da çox qəşəng belə materialı, qalın mayçni materialı idi. Pambıq materialı idi. Xoşuma gəldi bu da. Xoşum gəlir belə cizgili maykalar, futbolkalar daha doğrusu. Və bir də
belə bir kofta götürdüm. Bu da endirimdə idi 10 manata. Amma bunu elə də bəyənmədim. Belə düzdür, görünüşü qəşəng, yəni bahalı görünüşü var idi, amma elə də bəyənmədim. Yəni geyinərkən əynimdə bəyənmədim, amma yenə də geyinəcəm. Pis deyil, yəni aparıb qaytarmadım, həvəsim olmadı. Dedim elə geyinərəm evdə aralıqda. Deməyim odur ki, bunu da 10 manata götürdüm. Amma digər cizgilini çox bəyəndim. Və beləliklə qızlar, aldıqlarım da bunlar oldu, bu qədər. Yəni kiçik belə bir alış-verişim oldu. Və nəysə qızlar, daha sonra yəni biraz işlərim vardı, onları etdim. Sonra soyuducuda bayramdan qalma şəkərbura çox az belə şəkərbura işliyi qalmışdı. Dedim onun üçün biraz xəmir yoğurum ki, biraz şəkərbura hazırlayım, onlardan qalmasın. Və elə xəmiri biraz artıq etdim. Şəkərburanı etdikdən sonra qalan xəmirdən də belə mutakilər hazırladım içəcəyimli. Belə burada güya vlog çəkirdim sizin üçün. Anidən zəng gəldi. Ona görə də videom yarımçıq qaldı. Gəlinimiz zəng vurdu. Qardaşımın yoldaşı o ilə söhbət elədik. Yəni video görüntülü zəng etmişdi. Elə o ilə söhbət edə işimi bitirdim və elə hazır variantını çəkdim sizin üçün. Ki, yəni day başlatmışdım çəkilişi, dedim elə heç olmaya sonunda bitirim ki, heç olmaya en azından görəsiz nə alındı, nə çıxdı. Əslində yəni gəzdiyimə görə çox yorğun idim, həvəsim yox idi bunları bişirməyə. Sadəcə olaraq elə evə gələndə oğlum dedi ki, mama bəs şirniyyat almamısan, kəşke şirniyyat da alardın gələndə. Neyse ürəyim dözmədi. Dedim, day almamışam, heç olmuyor bişirim, bir şey hazırlayayım. O da ağlıma gəldi ki, soyuducuda içlik qalmışdı. Biraz şəkərbura içliyi. Ondan bir şeyler hazırlayayım. Böyle tez bazar ərinmədim. Tez hazırladım. Uşaqlarım qəşəng idi. Çayla içdilər daha doğrusu. Çox dadlı alınmışdı. Əllərimə sağlıq. Bu arada göz haqqınızda halal edin. Və belə qızlar. Burada da videom artıq sona çatdı. Bu deməkdir, sağollaşmaq vaxtıdır. Növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik.